100 manatdan məmnun deyilsən, 200 gəlir, 200-dən də məmnun olursan. 100 mindən məmnun deyilsən, 200 min gəlir, 200 mindən də məmnun olmursan. Okey, qazanaq, çox qazanmaq ayrı bir şeydir. Amma mövcuda sahib çıxaraq qazana bilərsən. Sakit müəllim, yaxşı pul qazanmağın sirri nədir? Allah'a dayan, saya sarıl, hikmətə ram ol. Budur, çıxar yol, yoxdur, başqa yol. İşə başlayanda inandırırıq ki, vav, möhtəşəm ideya tapmışam da, super, tapdım, pisiyo. Partladacam. Bu dəfə partladacam. Azərbaycan şirkəti balalayır. Səndəki adam çıxır, səndəki işi görür kənarda. Sahibkar həm arxada, həm öndə, həm strateji olduğu zaman sahibkar olmur. O işçi olur. İş bilənə əxlaq öyrətmək çətindir, əxlaq ilə iş öyrətmək asandır. Tamam da 7 milyardda 10 nəfər bunu elədi də, bu zəhrimara qalmış geri qalan eləməyib bax. Adam deyir ki, mən kənara çıxsam buradakı şirkətin batacağına. O şirkət onsuz da batıb. Sən kənara çıxanda şirkətin çalışmırsa, o şirkət batıb. Sakit Səmədov 1981-ci ildə Qərbi Azərbaycanın Dərələyəz bölgəsində anadan olub. Orta təhsilini Bakı Türk Anadolu Liseyində alıb. Daha sonra təhsilini İzmir şəhərindəki 9 Eylül Universitetində iqtisadi mühəndislik ixtisası üzrə davam etdirib. Hazırda Desteç qrupun idarə heyətinin sədridir və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində iqtisad müəllimi kimi fəaliyyət göstərir. Sakit Səmədov korporativ mədəniyyət və brendinq sahəsində kitabın müəllifidir. Futbol, kitab oxumaq və musiqi dinləmək onun əsas maraq dairələrinə daxildir. Ailəlidir, 2 övladı var. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Sakit müəllim, xoş gördük. Xoş gördük. Nəhayət 2 ildən sonra. Bəli, gözümüzün kökü saraldı. Allah sarartmasın. Çox sağ olun. Sakit müəllim, mənə biznesdə olan bir xanım kimi çox maraqlıdır. Bəzən qadın sahibkar olaraq bəylərin dəstək duracağı yerlərdə baxıram ki, bəylər xanımlara qarşı rəqabətə çıxırlar. Aha. Mənə çox maraqlıdır. Nə üçün bəylərimiz xanımlarımıza dəstək çıxmırlar, rəqabətə çıxırlar? Bunu görmüsünüzsə, böyük ehtimal şahid də olmusunuz. Mən bəlkə gücləri əllərindən gedir deyə ehtimal ola bilər, amma hal-hazırda xanımlara rəqabət və ya əngəl olmağa çalışan sahibkarlar çox şey itirər. Yəni. Çünki mənə elə gəlir ki, artıq sahibkarlıqda məsuliyyət və daha çox iş görmək xanımların zamanıdır. Daha təqibçi, daha disiplinli, daha arzulu, daha iştahlı. Mən xanımları görürəm bu biznes sahəsində hal-hazırda. Hətta bunu mən 2017-ci ildə deyəndə bəy sahibkarlar məni çox qınamışlar ki, bəs sən çox yanlış düşüncəsin, amma indi mən o düşüncəmdə razıyam və onu dəstəkləyirəm ki, xanım sahibkarlarla rəqib olmaqdansa, əngəl olmaqdansa bərabər necə iş birliyi eləyə bilər ona baxsınlar. Çünki onlarla iş birliyi eləmək daha hasantdır və daha uğurludur. Daha uğurludur. Sakit müəllim, necə düşünürsünüz? Sahibkarların böyüməsi üçün ilkin təməl olaraq nə lazımdır? Mən bunu bir çox yerdə demişəm. Sahibkarlıqda biz çox belə elmlə danışa bilərik, elmi kəlmələr istifadə edə bilərik. Amma mənim fikrimcə ən uğurlu ola biləcək sahibkarların 2 şeyə diqqət eləməlidirlər. Bir tasarruf, bir də təqib. Təqib 3 qat olmalıdır. Xərci minimizə eləməkdə də 3 qat olmalıdır. Əgər bir sahibkar, əsasən də bu xanımlar tasarruf nöqtəsində diqqət eləmələrində fayda var. Yəni şoya girməsələr, abartıya girməsələr, göstərişə girməsələr, özlərini olduğundan daha çox göstərməyə çalışmasalar, bir də verilən işi təqib etmə bacarığı olsalar, çox şey bilmələrinə ehtiyac yoxdur. Təqib bacarığı olan, gördüyü işi izləyə bilən, müştəridən gələn feedbacki və ya məlumatı və ya istəyi zamanında geri dönə bilən kim varsa, yenilik, innovasiya, yeni fikirlər, bəzi elmi cümlələr, bunlara belə ehtiyac yoxdur. Mən deyirəm ki, bir şirkətdə 9 dənə T qaydası var, onun 6-sı 3 qat tasarruf, 3 qat təqibdir. Təqib etmə bacarığı olan
və xərci minimizə eləyə bilmə bacarığı olan uğurlu olacaq. Bu o demək deyil ki, insan cimri olmalıdır. İşini qorumalıdır və işini qoruduğu zaman da işini təqib etməlidir. Vəssalam. Sakit müəllim, baxın, biz biznesi sanki evdən çıxanda bir qarajdan, evdən belə çox yəni az məlumatla keçirik biznes sahələrinə. Axı bu təməlləri, bu qaydaları öyrənmək üçün bizim necə deyim sizə, məlumat mənbələrimiz həddindən artıq azdır. Baxmayaraq ki, biz 2025-ci ildəyik, bəlkə mən yanılıramsa siz mənə düzəldin, xahiş edirəm. Çox azdır. Axı bu ana təməlləri bizə heç kəs öyrətmir. Bilirsiniz, pul qazanmanın ana təməli müəyyəndir. Biz bəzən nəyisə çətinləşdiririk, çətinləşdirmək istəyirik. Elə zənn edirik ki, bildiyimiz o deyil. Az bilirik sanki. Sahibkarların çox istifadə elədiyi kəlmə odur ki, bilmirəm. Bilmirəm deyib, bilirəm deyəndən aldanır. Belə düşünmək doğru deyil məncə. Yəni, bilirsiniz, mən hər zaman onu demişəm, strategiya və taktika səmimiyyət və sadəliyin bitdiyi yerdə başlayır. Sadəlik və səmimiyyət varsa, sənin bir arzun və bir istəyin varsa və bunun içində hərəkətin varsa, sənin o işi öyrənməmə və o işi daha da inkişaf elətdirməmə ehtimalın yoxdur. Bunun üçün elmi əgər kəlmələr istəyirsinizsə, sistem lazımdır. Bunun üçün elmi kəlməsə standart lazımdır. Bunun üçün elmi tabir istəyirsə brend lazımdır. Bunların prosesləri lazımdır, iş akışı lazımdır. Standartlar üçün, yəni bunlar elmi kəlmələrdir. Bəli, bəli. Amma mən deyirəm ki, bu elmi kəlmələr, öyrənən şirkətlər, learning organization, iş məmnuniyyəti, işə bağlılıq, müştəri CRM-i və s. bunların hamısı iş görən bütün sahibkarlar eləyir. Amma nə elədiyini bilmir. Adını bilmir. Adını bilmir. Adını bilməsi üçün oxuması lazım, elədiyini yaxşılaşdırması lazım. Amma bizim sahibkarlar nə edir? Onu eləmədiyini zənn edir, elədiyini tamamilə sıfırlayır, yeni öyrəndiyini yeniymiş kimi tətbiq eləməyə çalışır, mövcudu da itirir, yeni də bacara bilmir. Ona görə də biz neysə elədiyimizə və uğurlu olduğuna inanmalıyıq, inandığımızı da yaxşılaşdırmaq üçün çabamız olmalıdır. Amma bilmirik, təməl odur, bu cümlələri hamı buraxmalıdır. Hansı adamlar buraxmalıdır? İşini sevən, işin üçün inkişaf etməyi arzu edən və bunun üçün hərəkət edən adam buraxmalıdır bilmirəm kəlməsini. Çünki karvan yolda düzülür, öyrənmə də aşama ilə olur. Bu eyni anda öyrənə biləcək bir mövzu deyil. Sadəcə və sadəcə bilmirəm, onlar daha budur, onları buraxmaq lazım. Bunların axı sosial mediadan bizə çox aşılanır ki, əgər sən uğur qazanmaq istəyirsənsə bu təlimə qoşul. Əgər sən satışlarını 1-ə 5 artırmaq istəyirsənsə mütləq şəkildə bu təlimlərə qoşul və burada hər kəsin özünə qarşı bir inamsızlığı yaranır. Özünə qarşı yarandığı inamsız bunun biznesdə istər-istəməz birbaşa olaraq təsir göstərir. Tam düzdür. Aha. Onda belə çıxır ki, biz öz potensialımızı birinci özümüz görməliyik. Birinci özümüzə inanıb Yəni mənə görə biz güvənmirik özümüzə. Mən təlimə gedən dostlarımın hamısını təqdir edirəm, alqışlayıram və getmələrini də tövsiyə edirəm. Amma gedəndə deyirəm ki, birinci şərtiniz sizin analiz eləmə qabiliyyətiniz olmalıdır. Yəni mənim hər dediyim düz deyil. Mənim hər dediyim tam şəkillənəcək deyə bir mahiyyət də yoxdur. Sən deyilənləri öz süzgəcindən keçirməlisən. Bu belədir. Amma mənim fikrimcə, mən bir çox şirkətdə demişəm ki, biz çöldə təlimci gətirmək istəyirik. Və bunu anlasın. Deyirəm ki, olarmı öncə içinizdən birini çıxardasınız? Olarmı içinizdən biri çıxsın deyin ki, sən bir satış təlimi ver. Yəni bu sənin içindədir də. Olarmı bir özümüzə nə deyə biləcəyimizə bir baxaq. Ya çöldəki bizə deyəcək. Onsuz da deyirlər. Sevməyənlər sevirəm deyil. Üzməyənlər üzür. Dostam deyənlər yanında olmur. Çoxam deyəndə yalnız qalırsan. Ya bu çöldə olur da. Bəli. Bəs biz özümüz hardayıq axı? Yəni mən özümlə yan yanamıyam? Özümə güvənirəmmi? Özüm nə elədiyimin fərqindəyəmmi? Özüm pozitiv və əksik tərəfimi görürəmmi? Bu şəxsi. Bəs şirkətim də özümdür də. Biz biraz kənara çıxıb özümüzə baxmağı denəməliyik. Mən yəni onu çox bacarmasam da mən hər zaman deyirəm ki, əksiyəm. Mən bunu yaradana qarşı deyirəm. Və deyirəm ki, bu əksikliyimlə ilgili mənə qəbul et. Yəni adı qoyulmuş xəta, adı qoyulmamış yaxşılıqdan yaxşıdır məntiqi ilə mən həyatıma davam edirəm. Yəni nə elədiyimin fərqində olaraq həyatıma davam edirəm. Fikrim. Mən biznes sahəsində də Azərbaycan sahibkarlarını
çox iş gördüyünə inanıram. Bax bunu səmimiyyətlə deyirəm. Və çox iş gördükləri halda gördükləri işləri anlamadıqlarını və deyirlər ki, ya Nüjelli mən bu nöqtəyə qədər gəlmişəm. Acabası var adamın. Gəlib ha ora qədər. Amma bunu da belə görən danışmanlar, məsləhətçilər işte baxır sənin o Tərəfdəkilər. boşluğunu Hə. və deyir ki, sənin mənə ehtiyacın var. O da axıdır. Yəni biz biraz özümüzə dönüb baxsaq, şirkətimizə dönüb baxsaq, mövcudu analiz eləsək, bəli biz əksiyik. Hər təlim insana bir şey qatır. Ehtimalı yoxdur. Ən azından əlaqə qatır. Hər təlim insana bir yön verir. Amma səni kökündən dəyişdirmə nöqtəsində kim iddia edirsə, bu çox sağlam dəyərlərə aiddir. İnancdır və s. və ilə axır. O ikinci xarakterdir. O da ola bilər. Amma biz həyatda yaşadığımız hər şey bir şeyə xidmət edir. Öyrənmək. Mən 44 yaşım var. 2 gün əvvəl bəzən olur bu yazıram arada nəsrlər, işte şeir yazdığımız da olur, nəsr yazdığımız da olur. Özümü qınadığım yazılarım da var. Yəni illərdir bunu edirəm. Əksik olduğum tərəflərlə ilgili. Mən əksik tərəflərimiz, dərs alacağımız mövzular, yaşadığımız problemlər 2 ildir. Müəyyən bir imtahanımız yaşır, atamız, anamız. Bəli, Allah rəhmət eləsin. Mən onlara baxanda baxıram ki, yəni 2 gün əvvəl, yəni bu yaşadığım da mənə nəyisə öyrətmək üçündür yəni. Amma mən öyrənirəmmi? O var. Biznes də budur. Əslində bizə çox fürsət gəlir. Amma bu fürsəti mən görürəmmi? Fərasəti olan görür, fərasəti olmayan görmür. O yüzden bilirik yəni. Təməllərimiz də var, sadəcə bunu sağlamlaşdırmaq lazımdır. Sakit müəllim, baxın, siz necə düşünürsünüz? Bir sahibkar öz işinin başında 7-24 bütün günü çalışmalıdır, yoxsa yox? Bax, mən az əvvəl bir cümlə dedim, təqib bacarığı dedim. Bir sahibkar 7-24 işini təqib eləməlidir. İzləməlidir. Hə, izləməlidir. Amma bu o demək deyil ki, işin başında izləməlidir. Mənə görə şirkət 3-ə bölünməlidir. Strategiya, ön ofis və arxa ofis. Biri sənədləşmə və satış tərəfini dəstəkləyən qismlər olmalıdır. Strategiya, sahibkar və sahibkara yön verən idarə heyət olmalıdır. Front, yenə sahibkar orada effektiv ola bilər, satış ofisi olmalıdır. Sahibkar həm arxada, həm öndə, həm strateji olduğu zaman sahibkar olmur. O işçi olur. Sahibkar bulunduğu komandanı işlədə bilmə bacarığına sahib olmalıdır. Amma onları izləyə bilmə bacarığına da sahib olmalıdır. Nəylə izləməlidir? Hesabatlarla izləməlidir. Yəni? Yəni raporlarla izləməlidir. Gündəlik hesabat, satış hesabatı, maliyyə hesabatı, nəqd hesabatı, müştəri ziyarət hesabatı, müştərinin şikayətlərini izləmə hesabatı, hesabatla şirkətin elədiklərini görməlidir və ona yorum yazmalıdır. Hədəf hesabatı, müştəri ziyarətlərində satışın ola biləcək hesabatı izləməlidir. Amma eyni zamanda stratejik olmalıdır. Mən deyirəm ki, stratejik olan sahibkar ofisin başında oturduğu zaman qazandığı pul stratejik olaraq sərbəst sahibkarlarla çöldə yediyi yeməkdən, orada elədiyi işlərdən, qazandığı puldan azdırsa, o demək ki, işində uğurlu sahibkar deyil. Kontaktı sağlam deyil, əlaqələri sağlam deyil. Çünki kommunikasiya sahibkar üçün ən stratejik mövzularının başında gəlir. Onun satışını da artıracaq mövzudur. Onun müştəri şikayətlərini də düzəldəcək mövzudur. Onun back ofisini sağlamlaşdıracaq mövzuda odur. O yüzden komandanı çalıştıra bilmə bacarığı və hesabatları izləyə bilmə bacarığı həm satışa müsbət təsir edir, həm stratejiyə müsbət təsir edir. Sakit müəllim, yaxşı pul qazanmağın sirri nədir? Bunu bir dostum soruşmuştu. Yaxşı pul qazanmanın sırrı sağlam olmaqdandır. Həm ruhi, həm fiziki sağlam olmaqdadır yaxşı pul qazanmanın sırrı. Eğer sen ruhi olarak, yani ruhani olarak ve fizyolojik olarak sağlam değilsense, yaxşı pul kazandığını iddia edebilirsin ama o yaxşı pul değil. Bazen çok pul kazanırsan sağlamlığını itir. Yani sağlamlığını pula feda edirsən. Ruhaniyetini pula feda edirsən. Özü bitirirsən. Bəli. O yüzden sağlam ve yaxşı pul senin
huzurunla doğru mütənasibdir. Bunu daha da detallandıra bilərəm. Bunun mən son dövrdə uğursuzluq və yaxşı pul kimdə nə nöqtəsində analiz edirəm. Amma bunun özətini bunu deyə bilərəm ki, yaxşı pul qazanmanın yolu sağlam ruhdur və sağlam fiziolojik sağlamlıqdır. Çünki əgər sən sağlamlığı itirərək qazandığın pulu tekrar ona dönüştürürsənsə, bu yaxşı pul sayılmır. Düzgün. O yüzden mən öyrənirik də, bu həyatda hər kəsin bir imtihanı var. Və bizim çox ciddi anlamda sahibkarların ən böyük qüsurun bir tanəsi özünə zaman ayırmamasıdır. Ailəsinə zaman ayırmamasıdır. Doğru sevə bilməməsidir. Doğru zaman ayıra bilməməsidir. Yəni mən də bunun içindəyəm. Yəni içindəyəm. Fərqindəsin. Və o yüzden sağlam ruh və sağlam fizyolojik yapı yaxşı pul deməkdir. Yaxşı pul da o deməkdir. Sakit müəllim, biznesmen nə qədər riskə gedə bilər? Hara qədər? Bu risk məncə riskin onda 9'u riskdədir, o da biznesdədir. Biznesmen əgər inanırsa, qarşılığını qazana biləcək enerjisinə də inanırsa, xəyalpərəst deyilsə, Realist. sonuna qədər riskə getməlidir. Sonuna qədər. Riskə getməlidir, bəli. Yəni mən belə deyim də, Allah uzaq eləsin, mənim bir dostum var, deyir ki, ya bu biznesə inanıram və mən bu biznesin içindəyəm. Onun inandığı və içində olduğu sözlə deyil, əməlində görmüşük, işin içindədir. Əgər bunu qarşılaya biləcək potansiyelləri də varsa, misal üçün 100 manatlıq riskə gedirəm, amma mənim 40 manatım var, 60 manatlıq bir əziyyətim var. Və 100 manatlıq riskə girirəm, 70 manatım var, 30 manatlıq riskə girirəm. Və 50 manatlıq riskə girirəm. Və 70 və 100 manatlıq riskə girirəm. Əgər o inanc və o əmək və o çalışma o inancla, reallıqla üzləşirsə, 100% riskə getməsini mən önərirəm. Amma hamıya önərmirəm. Bax, bu dediyim adamı önərirəm. Bu adamlarda mən dəli deyirəm zaten. Bunlardan da azdır. Azdır. Amma hər biznesmen ən az %30, ən az %40, ən az %20 qarşılaya biləcəyi qədər, qarşılaya bilmə gücü olana qədər riskə girməlidir. Bizim bazar üçün sizcə riskə getməyə tam olaraq dəyər? Çünki bazarımızda tələb, təklif məsələləri bir o qədər də ürək açan deyil. Yəni bazar araşdırması eləmək lazımdır, rəqib analizi eləmək lazımdır. Bundan sonra əgər yeniliklə bərabər bazara girirsənsə girməyə dəyər. Azərbaycan bazarı pul qazanıla biləcək bazardır. Amma sadəcə bu bazar üçün riskə girəcəm və ömrüm burada olacaq, qlobal olmayacağım deyirsənsə, onu doğru adımlamaq lazımdır. Mən amma bu bazarda haqsız rəqabətin, rəqiblərin və bazarın miqyas olaraq çox rəqib var, amma miqyas balacadır. Onu çox doğru analiz edilməsinə inanıram. Yəni bu da əlaqələrlə və networklərlə. Bunu demənin yanında eynicə deyirəm ki, nə qədər rəqib olsa da işini sistematik təqib edən şirkət də azdır. Yəni doğru işləyən firma da iş görə bilər. O zaman da ucuz qiymətlər işin içinə girir və bazarı da pozur. O yüzden çox doğru analizlə, yavaş adımlarla bazarda markanı oturda bilsən, uyğun risk girə bilərsən, amma böyük riskə girmək doğru deyil. Sakit müəllim, buradan biz bu vətəndə boşuna dünyaya gəlməmişik də, yəni bu Azərbaycana elə belə olmayıb da gəlməyimiz. Bizim çıxışımız üçün bəs buranın bizə qatdığı, bizim bu vətənə qatdığımız nələr olmalıdır ki, biz buradan dünyaya açıla bilək? Bəli. Azərbaycandakı bir illik şirkətin ömrü Avropada 3 ilə 5 ilə bədəldir. Burada o qədər dəyişkənlər var ki, sən özünü yetişdirməlisən ona. Yəni dəyişkənlər demirəm də. Çox ciddi tələb var, rəqiblər var. Vergilərin özü. Vergi sistemində bir çox dəyişiklik var və sən özünü ona apart olaraq hazır eləməlisən və yəni İngiltərədə və Avropada belə deyil. Orada standartdır, yavaşdılar və bəllidir. Buradakı 1 il, oradakı 3 ilə, bəzən də 5 ilə bədəl ola bilir. Azərbaycanın bizə qatdığı çox şey var. Mən psikolojik olaraq yorumlayıram. Sevməyi mən öyrənirəm hələ də. 44 yaşım var. Nə sevməyi öyrənirəm, nə deməkdir ki, yəni. Ata olmağı da, bəzən ana olmağı da. Çünki bir çox travmalardan gəldiyimizi qəbul eləməliyik. Çar dönəmi, Sovetlər dönəmi, müstəqillik dönəmi, savaş dönəmləri və bizim çörək, uçet quyruqları və s. və ilə axır. Yəni Avropanın və bir çox mexanizmanın
uzaq olduğu, amma bizim bu psixolojiləri yaşadığımız dövrlərdən gəlmişik. Və mənə elə gəlir ki, bu travmalar bizə bir çox şey qatıb. Qatmanın yanında, amma bir çox insandan da alıb. O yüzden mən deyirəm ki, Azərbaycan sahibkarı, Azərbaycan gənci, Azərbaycan milləti əgər sistemləşə bilsə, əgər standartlaşa bilsə, əgər brendin nə olduğunu anlasa, əgər bir-birini sevsə, insani kamilliyimizi toparlaya bilsək, dünyada bir çox firmada idarəçi olarıq, dünyanın bir çox firmasının sahibi olarıq, dünyada ixracatda və idarəetmədə çox önəmli bir lider olarıq. Azərbaycan sahibkarlığı, Azərbaycan toplumu, Azərbaycanda yaşadığımız həyat bizə idarəetməni də öyrədib, çevrəni də öyrədib. Sonra mən Özbəkistandan 7 gün əvvəl gəldim, bəlkə də 10 gün oldu. Özbək firmaları bizdən danışmanlıq təklifi istəyirlər. Ki, biz strukturu necə quraq, sistemi necə inkişaf elətdirək və s. və ilə axır. Avropalarla işləyiblər, Ruslarla işləyiblər, Ukraynalarla işləyiblər. Amma bizim baxış açımız, çünki lokalda biz çox daha uğurluyuq. Və biz qlobal da ola bilərik. Bunu bacara bilmək qabiliyyəti lazımdır. O yüzden burada anadan olmaqdan qürurluyuq əlbəttə ki, vətənimizi sevirik. Bəli. Amma bunu qlobala daşımaq üçün niyyətimiz və arzumuz olmalıdır və mən deyirəm ki, bütün Azərbaycanlılar bunu bacara bilər. Bir-birimizi sevib dəstəkləyək. Vəssalam. Bu niyyətlə, arzu ilə tamamlana bilər, yoxsa bunun üçün xüsusi bir dövlət? Mehmet Akif Ersoy'un bir dənə sözü var. Deyir ki, Allaha dayan, saya sarıl, hikmətə ram ol, budur çıxar yol, yoxdur başqa yol. Yəni Allaha dayan, saya sarıl, yəni hərəkət edə. Bir də hikmətə ram ol. Devlətin müəyyən ixracat dəstəkləri, təşviqlər dəyişməkdə davam edir və dəyişir də və dəstək də olunur. Amma bir vizyon olaraq çıxıb görmək lazımdır çölü. Mən burada nə isə edə bilərəmmi? Özbəkistanda restoran sayısı getdikcə artır. Siz nə isə orada edə bilərsiniz. Misal deyirəm də. Yəni. Bəli, var orada filialımız bizim. O yüzden baxmaq lazımdır və yürümək lazımdır və hərəkət eləmək lazımdır. Hərəkət eləyən adam ən önəmli şeydir. Yəni o xanımlar olur, beyaz altlı prensi gözləyirəm. Dindar qardaşlarım inciməsinlər, məsələn, Mehdi gözləyirəm. Məsələn, biri deyir ki, nə bilim, manifest elədim gözləyirəm, biri nə bilim başqa şey gözləyir. Belə gözləyirlər də. Deyirəm, hərəkət elə. Bir kutub deyirlər, evliya deyirlər, din alimi. Deyir ki, mənim möcüzələrim var. Deyirlər ki, möcüzəni göstər də. Nədir sənin möcüzən? Deyir ki, mən ağaca gəl deyirəm, ağac gələr. Deyir, buyur, göstər. Şeyx deyir ki, ağac gəl. Ağac gəlmir. Ağac gəl, ağac gəlmir. Ağac gəl, ağac gəlmir. Özü qalxır gedir ağacın yanına. Deyirlər, bə nə oldu və sən möcüzələrin var idi. Deyir, əsas möcüzə odur ki, sən ağacın ayağına gedəsən. Yəni, əsas iş odur ki, sən hərəkət edəsən. Bəli, bu anekdotda niyə danışdım bilmirəm, amma hərəkətdən ibarət danışdım. Oradan sakit mən. Buradan demək olar ki, sahibkarın ən birinci etməli olduğu iş onun hərəkətidir. Bəli. Mütəmadi olaraq. Yəni, yoxdur da belə bir dayanacaq ki, sən bura çatacaqsan və dayandın. Hərəkətin dayandığı an ölümdür də. Yəni, bu hərəkət get meşok qaldır, bu hərəkət get makinenin harasınsa düzəlt, bu hərəkət tenti, bir dəqiqə burası, ya bu hərəkət o deyil. Bu hərəkət işin stratejik olaraq addımlaya bilmək və zehnində, qəlbində, dilində olmasıdır. Gözündə onu görməndir. Yəni, sadəcə fiziki olaraq nə isə bu zehni hərəkət, kəlmə hərəkəti, stratejik yazılar, eyni zamanda bir çox yerdə firmanı danışa bilmən, bunların hamısı hərəkətdir. Amma sən arxanı çox sağlam almalısan, arxa ofisi və satışını çox sağlam almalısan. Çünki sən danışmış olduqlarından insanlar gəlib səninlə tanış olurlar və sənin bəzən nə iş gördüyünü bilmirlər. Deyirsən bu işə, onda mən o işi alım deyə bilirsən. Bəzən sən birbaşa satmamalısan. Sən danışmalısan, amma dolaylı olaraq sənin komandan onu gəlib dəyərləndirməlidir. Əslində personal branding odur. Bir çox adam deyib ki, saçmam, siz nə iş görürsünüz? Mənim gördüyüm iş bəllidir. Amma mənim komandam onunla görüşüb və mənim məhsullarımı istifadə edir, amma onun fərqində deyil o. Daha sonra deyirsən ki, bu ayda çox məmnun oldum və s. belə. Daha sonra məhsulla ilgili şikayət deyib mənə. Demişəm, həmən sən bundan açıq olmalısan, qaçmamalısan. Diyaloğun olmalıdır, kommunikasiyon açıq olmalıdır. Səmimi olmalısan ki, nəticə ala bilərsən. Hərəkət odur. Yəni, gün ortaya qədər yat, sonra get yemək ye, axşam da get dostlarla nərd oyna
İşim də orada gedir, olmur. Gündəlik hesabata baxıram mən. Hesabatla ilgili yazı yazıram mən. Stratejik toplantı edirəm mən. Bəzən dinləyirəm bazarla ilgili məlumatları. Ya bunların hamısı hərəkətdir yəni. Hamısı hərəkət. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Sakit mən bir çox sahibkar, mən də özümü onların içində görürəm. Özümdən danışıram. İşə başlayanda inandırırıq ki, vav, möhtəşəm ideya tapmışam da, super, tapdım, всё. Partladacağım. Bu dəfə partladacağam. Partladacağım. Gəlsən, baxırsan ki, yox, nəsə düz getmir də. Sən daha təzədən bir də başdan, bir də gedirsən. Baxırsan ki, Sakit müəllim, yenə nəsə düz gəlmir. Təzədən bir də başdan, təzədən bir də gedir. Hazırda mənim 36 yaşım var. Hərdən tərəddüd edirəm. Görəsən düz tapmışam, yoxsa düz tapmamışam. Bu çox təhlükəlidir, bunu biləsiniz. Mən bir çox sahibkar dostumda görmüşəm ki, mövcud işlərini sevmirlər. İş olduğu üçün eləyirlər sadəcə. Mövcud işini sevmirlər. Başqa adamların danışdıqları və çox pul qazandıqlarını zənn edərək və yanlış ideyada bulunduqlarını zənn edib mövcud işlərini sevmirlər. Yola verdilər. Və yola verdikləri üçün yeni ideya və yeni iş axtarırlar. Yeni ideya və yeni işi mövcud işdən qazandığı pulla qurmağa çalışırlar. Hə. Və bunu zəiflədirlər. O işlərdə batırırlar. Həm mövcud iş zəifləyir, həm digər işlərdə yoldan çıxır. O yüzden öncəliklə bulunduğun işdəki mexanizmanın, gəlirin istiqamətindən məmnuniyyətin olmalıdır. Qazanmırsansa bağlamalısan. Amma bəlli bir qazancın və bəlli bir bazarın, bəlli bir müştəri kitlən varsa, onları yaxşılaşdırmağa odaqlanmalısan. Mövcudu ya satmalısan, ya da bunu yaxşılaşdırmalısan, ya da bunu qorumalısan. Amma sahibkarlar devalüasyon döneminde de bunu oldu. Mövcud işten kazançları əvvəlki kimi olmadı. Buradan pulu çıxartdılar. Getdilər başqa iş qurdular. Ən Hem bu primitiv işi biznes. batırdılar, hem de bunları batırdılar. O yüzden benim hanım sahibkarlara, benim bey sahibkarlara tövsiyem ondan ibarətdir ki, önce özleriyle bir razılıkları olsun. Özlerini tanısınlar. Özleriyle barışık olsunlar. Bunun da sebebi aldıkları təlimlərdir. Startuplar, təlimlər, milyardı vurdu, 300, yani tamam da 7 milyardda 10 nəfər bunu elədi də, bu zəhrimara qalmış, geri qalan eləməyib baxı, onda bir bəlli iş var da. O yüzden bir müşteri bazası olan, müşteri diyaloğu olan, satış qabiliyyəti olan, onlarla ünsiyyəti yaxşılaşdırıb daha çox sata bilən adamlar mövcud işlə barışmalıdırlar. Mən belə deyim də, müşteri portföyünü almalıdırlar və onu bölməlidirlər. Mövcud müşteri, yeni müşteri, itirilmiş müşteri. Mövcud müşterinden de bölüm eləməlidirlər. Potansiyel müşteri, mövcud bir şekilde devam ettiğimiz müşteri. Potansiyel müşteriye zaman ayırmalıdırlar. Potansiyel müşteri ne demekti? Seni birçok yerde anlatabilen, danışık qabiliyyəti olan. 2, məndən 2 alır ama bu adam məndən 5 alabilir müşteri. Onları tekrar bir ziyaret eləməlidirlər, analiz eləməlidirlər və bağlılıqlarını təmin eləməlidirlər. Yeni müşteriye çıxacaq nöqtə də potansiyel müşterilərdən keçir. İtirilmiş müşteri ziyarəti də səni başqa yerlərdən negatifə boğmamaq üzrə onlarla ünsiyyətə davam elətdirməlisən, səninlə davam eləməsələr bilə. Eğer bunu bacara bilirsənsə, sənin bazarda pul itirmə ehtimalın yoxdur. Yaşamama ehtimalın da yoxdur. Davamlı kazanacaksan, davamlı yaşayacaksan. Çünkü sen müşterilerini yaşatmaya çalışırsan. Məhsulun köhnə yaxşılaşdırmaq, araşdırma, inkişaf təmin eləmək isə sənin qabiliyyətinə bağlıdır. Sən eyni dəyişmədən, eynilərlə uzun illər davam edəcək məntiqi yoxdur. O da ayrı bir mexanizmadır. Bu işə bəkin işidir. O yüzden sahibkarlarda mövcuddan məmnun olmamaq çox, tələbələrdə də bu var. Bizdə də bu var. Biz dəyərlərimizə sahip çıxmamaq və dəyərini anlamamanın yanında mövcud halımızdan məmnun deyilik. Sağlığımızdan məmnun deyilik, dostumuzdan məmnunuzdan deyilik, arvadımızdan məmnun deyilik, ərimizdən məmnun deyilik, çirkinliyimizdən məmnun deyilik, gözəlliyimizdən məmnun deyilik. Məmnun deyilik yani. Bir şükür eləməyə, bir okey də budur. Bir Fuada baxır,
kıskanır, biri saçına bakır, kıskanır, biri aldığı maşına bakır, kıskanır. O maşının altında kredi borcu olduğunu görünmür. Bir restoranda biri bir şey paylaşır, Instagram'da biri onu kıskanır. Gedib orada halbuki çay içip vesaire ve ilaxır. Bu meseleler işte de eynidir. Ala bu yaman bir post paylaştı. Paylaştı da ben ne paylaşanlar görürəm. Ne paylaşanlar görürəm. Amma o Vallahi deyil. ki ne paylaşanlar görürəm oligark adıyla sigaret almağa pulu yoktur. Sadəcə göstəriş üçün. Ne paylaşanlar, ne danışanlar görürəm, ne zavodlar gösterenler görürəm. 300-400 manat borç istəyir. Yani o yüzden şükürümüzü anlayıp, mevcudu memnun edip, mevcutla memnun olup, bunu yaxşılaşdırmaq lazımdır. Demirəm mevcutta sabit kal. Mevcuttan memnun ol ve bunu inkişaf ettir. Yok, mevcudu sil, neyse inkişaf ettir, bu boş söhbətdir. Mən sizi bunu neye oxşadıram sizə deyim. Her sahipkar getdiyi her təlimdə eşitdiyi bir yeniliği gelip tətbiq eləməyə çalışır. Sıfır. Gedir, eşidir, bunu şirkete tətbiq edəcəm. Ya gelip şirkette mevcuttaki durumu analiz eləmir. Bak görün buna uygundu mu? Değildi mi? Her yenilik tətbiq edilmemelidir. Her yeni iş de mevcudu silmemelidir. Bu eyni şeydir. Mevcut işinle ilgili kararın kesin olmalıdır. Her ya da yok. Hadise ben bunu dostlarımla danışanda deyirəm ki bu yani hoş evlilik boşanmalar artır indi onunla ilgili yorum eləmək istəmirəm. Yani bazen mecburi davam elətdirilən bir şey var. O olabilir de hayatta. Evlada göre vesaire ve ilaxır. Neye görürse olduğu zaman herhangi bir huzurda, herhangi bir boşlukta bir neyse yaşanır da. Yani o yüzden herkes özüne göre fedakarlığı var. Unutmayın, mevcut işten memnuniyet yeni iş doğurur. Cümle budur. İş işi doğurur. Eğer sen işine odaklısansa sana yeni işler getirecek. Onun yanında yeni işler getirecek. Belki seni ticarete sevk edecek. Belki sana herhangi bir tenderdə başka məhsulların verilmesini sevk edecek. Ama senin odağın mevcudu yaxşılaştırmaq olmadığı için yeni işler seni tamamıyla mevcuttan da uzaklaştıracak, yeniden de uzaklaştıracak. Sakit mən baxırsınız. Bu çok önemli bir dert daha. Çox, çox. O yüzden bunu çok danıştım. Bunu 100 sahipkarla görüşmüşəmsə 60'ında bu problem var. İçindədir insan bu sanki həmişə axtarırsan daha yaxşısı, daha Yok bence bu yani aktarırsan daha yaxşısı. Bence bu biraz şükürsüzlük de var da yani. 100 manattan memnun değilsen 200 gelir, 200'e de memnun olursan. 100 binden memnun değilsen 200 bin gelir, 200 binden de memnun olmursan. Okey, kazanak çok kazanmak ayrı bir şeydi. Ama mevcuda sahip çıkarak kazanabilirsen. Ya mevcudu bağla, beyninden çıkart. Onda da sen olur keşkelerin. Bu birisi tələbəyə oxşur. Tələbə çöldə bir dənə boş, burada ne kahve aç, kofe açılar, kofe shop partladar burada. Tələbəsən də sən, okey. Açmamışsansa beynində qaldı, soruş elədi. Sonra gedir baxıcı orada kofe shop, bu benim düşüncəm idi. Başa düşdün. Ama sen açabilirdin axı. O keşkeler, psikolojik problemler, boşluklar adamın tamamıyla hayatını mahvediyor. Keşkede kalır, yarımçıq bırakır ve asla tamamladığı bir nokta olmur. Sahipçilerde de bu var. Kardeş bunu bacarabilirsen, bacarabilirsen, denen ki ben bunun benlik değil. Olmadı da bu da, okey de. Olmadı bu. Ama o boşluk kalır. gedir illərdə. Hanımın 15 il evvela dönüp sen o vaxt bana bunu eləmiştin dediği kimi bir şey olur. Yani. Keşkede. Sakit mən bir çox bizneslər mən düşünürəm ki, insan faktorundan asılıdırlar. Baxırsan ki, böyük sahibkardır. Deyim ki, 2 dənə belə rus dilində desəm moşn əməkdaşı var. Deyir ki, onlar getsələr heç nə. Müştəri bazam gedəcək, hamısını götürəcəklər, mənim işləməyimə ehtiyac qalmayacaq. Amma deyirsən ki, gəl sistemə, gəl dəyişmək də istəmirlər. Nə olacaq onların axırı? Batacaklar. Bazarda 10 il, 15 il qalmasına. O işçiler sahipkardan daha çok pul kazanacaklar. Onda sahibkar o işçidən asılıdır. Yani bu xəstəlikdir. Bu mənim bir dostum var, sevdiği biri var idi. Mənə deyir ki, sən mənə takıntılısan. Takıntı o deməkdir ki, yani Bağlı. takıntısan da sən mənə takıntısan. Yani aşık değilsən, takıntılısan mənə. Dedim ki,
Zəng eləmə bir həftə. Dedi baş üstə. Bir həftə zəng eləmədi. O zəng elədi ki, nə oldu? Eşkin bitdi. Nə oldu be takıntı? Qaldı kənarda. Bəzən takıntı kimi davranmaq çox böyük qorxudur yəni. İnsan qorxusu ilə üzləşməlidir. Yəni kadr problemi yetişdirməklə doğru mütənasibdir. İş bilənə əxlaq öyrətmək çətindir, əxlaq ilə iş öyrətmək asandır. Sən hər şirkət öz daxilində əvəz edici gücü olmalıdır. Mən hər zaman demişəm, şirkət iki şeyi yedəkləməlidir, iki şeyə hazır olmalıdır. Bir kadr, bir də nəqd pul. Əgər sən satışını bir adama bağlamırsansa və müştərilər tamamilə o ünsiyyətdədirsə, bu şirkət zaten sənin deyil, onundur. Sənin CRM-in olmalıdır. Sənin müştərilə diyaloğunda satış menecerinin xaricində başqa biri diyaloq qurmalıdır. Sən gedib ziyarət eləməlisən. O bilməlidir ki, onun adamı deyil, şirkətin müştərisidir bilməlidir. Sən bu sxemi qura bilmirsənsə, bu gün olmasa sabah batacaqsan. Çünki o adam qazandıqca səndən daha çox qazanmağa çalışacaq. Mən əvvəl dedim axı müştəri ziyarəti, müştəri analizi, müştəri məlumatlarının toparlanması, customer experience management, customer effort management, customer relation management. Yəni bunların hamısı bir sistem daxilində olmalıdır. Bu dəyişim çox firmalarda olub. Bu getsə batacaq, bu getsə batacaq. Heç kim batmayıb. Amma Azərbaycan şirkəti balalayır. Səndəki adam çıxır, səndəki işi görür kənarda. Hə. Niyə? Çünki sən müştərinə sahib çıxmırsan. Bu çıxandan sonra da bununla uğraşsan. Boş ver bunu ya. Sən müştərinlə uğraş. Sən müştərinlə kontak kur. Sən müştərini şirkətə bağla. Sən onunla nə? O getdi bir çox böyük üçkağıtçı, adili elədi. Elədi də. Sən mexanizmanı qur. Bu olmadığı müddətcə təkrar deyirəm. Bu tür şirkətlərdə sahibkar qazanmır. Onlar sahibkardan daha çox qazanır. Sakit mən Bunu qurmaq istəyənlərə hər zaman açığı qura bilərik. Sakit mən danışırlar ki, biz 10 il bundan qabaq biz sizlə pul qazanırdıq. İndi heç nə yoxdur. Müştərilər itib. Nə oldu? Adam həmin adam, şirkət həmin şirkət, məhsul həmin məhsul. Niyə 10 il bundan qabaq qazanırdı, indi qazanmır? Bazar həmin bazar deyil, Ayta xanım. Vergi sistemi həmin vergi sistemi. Gömrük həmin gömrük deyil. Rəqabət həmin rəqabət deyil. Bu dediklərim zarafat deyildi. Və miqyas həmin miqyas deyil. Yəni eyni miqyasa əvvəl 2 firma var idi, indi 100 firma var. Və mənə görə 10 il əvvəl işləyənlər müştərilərinə hakim ola bilmədilər, sahib ola bilmədilər. Qazanc yenə var, amma o qədər o əvvəlki qazançlar kimi qazanc olduğunu zənn eləmirəm. Ona görə də bu qazancla yetinib yeni bazarlar tapmalıdırlar. Ya ixracat, ya yatırım, ya inkişaf, ya da inovasiya. Çünki eyni işi görən sayı artdı. O dediyim müştərilərə sahib çıxmadı, balaladı. Bir də deyir ki, bunda yaxşı pul var, hamı girdi. Catering, sayısız catering var. Tent şirkəti. İşçi geyimi, aman Allah'ım, yəni sayısı yoxdur. Bəli. Tent şirkəti Allah sonu Özüm tuta bilmirəm yəni. Allah xeyir eləsin. Kafe shop, insanlar evdən çölə çıxırlar, artıq evdə yemək yeyən yoxdur. O hələ ki bazarı var. Yəni düşünün ki, Finlandiya nəfər başına 12 kilogram kafe tükətir ildə. Bizdə hələ bu 500 qram deyil. Gör nə qədər böyük bazar var. Yəni açdıqca və gördükcə görəcək. Onun da xidməti önəmlidir. Yəni Allah bərəkət versin, kosmetologlar. Həmişə çalışırlar. Yəni var da yəni bu yəni o yüzden biraz hansı bazarda muhatap olduğumuzu bilmək lazımdır. Yəni bura 10 milyonluq miqyaslı bazardır. Özbəkistan 35 milyonluq miqyas bazardır. Qazaxıstan 20 milyonluq miqyaslı bazardır. Sən durduğun yerdə durduğun zaman qazancın eyni qalma ehtimalı yoxdur. Çünki burada biznesi öyrənənlər və yeni biznesə girənlər var. Səndən çıxan adam deyir ki, bir dənə varlı tapır, deyir ki, valla pul qoyaq, bundan əməlli başlı pul qoy. Gedir o bədbəxt də 200 min, 300 min, 500 min, 500 min, 1 milyon pul qoyur, o pulu qazanmır. Abi deyir, nə oldu? Deyir, mənim belədir də. Kim qazanır? Bu qazandı. Bu şəkildə yüzlərcə sahibkar işin içine atılıb, işin içine daxil edilib. O yüzden mən bu tür adamlara deyirəm ki, 10 il içərisində kənara da bir çıxsaydınız.
sistemləşsəydiniz, oturma qabiliyyətiniz olsaydı, siz kənardan da buranı qazançlı edə bilərdiniz. Adam deyir ki, mən kənara çıxsam buradakı şirkətin batacaq axı. O şirkət onsuz da batıb. Sən kənara çıxanda şirkətin çalışmırsa, o şirkət batıb. Sistem qura bilməmisən deməkdir yəni. O yüzden bazar var. Dediğim en önemli sırlardan birini dedim. Müşteri analizi kısmı necə olmalıdır. Və biraz da kənara çıxıb, kənarla burayı qarşılaşdırıb, orada da müəyyən bir kontakt və ünsiyyət təmin etmək lazımdır. Kommunikasiyada da gəliri artırmaq lazımdır. Yəni gəlir yoxdur deyə satmağa ehtiyac yoxdur yəni. Gəlir varsa satmaq lazımdır. Çünki satdığını da yığa bilmirsən sonra. Elə. Sakit mən bizim hər birimizə çox, şəxsən mənim özümə çox maraqlıdır. Yəni başqalarına işim yoxdur. Sakit Səmədov olmaq üçün neçə iliniz gedib? Hələ olmamışam. Yəni o düşüncəyə görə Sakit Səmədov olmaq üçün biraz həyatdan kazık çox yemişik, elə deyim. Dostdan kazık yemişik. Yoldan kazık yemişik. Mən yəni olduğumu zənn eləmirəm, olduğumu da iddia eləmirəm, amma Sakit Səmədov nə olub ki də özünü bir şey zənn edir, amma bunu deyə bilərəm ki, özümü qınaya bilirəm bəlkə, eleştirə bilirəm. Əksiyimin fərqindəyəm. Mərhəmətim var. Kimsəyə zalimlik etməməyə çalışıram. Bilərək və bilinçli olaraq kimsənin önünü kəsməmək üçün uğraşıram. Netəm. Üzr istəyirəm. Avaralıqda da netəm, yaxşılıqda da netəm. Yəni hani drone aldan belə bir şey netəm yəni. Birçok mövzuda netəm. Amma vətənimi sevirəm, bayrağımı sevirəm, millətimi sevirəm, inancımı sevirəm. Nə qədər əksik olsam da əksiyimlə var olmağa çalışıram. Yəni neçə il verməyə ehtiyac yoxdur. Yəni məncə səmimi olmaq bəs eləyər, məndən daha yaxşı olmaq üçün. Hətta doğruları özünə məcbur edən adamlar daha da uğurludular. Elə adamlar da görürəm. Huzurlu olan insanlara aşıqam yəni. O yüzden hələ biz olmamışıq. İnşallah olarıq deyərik. Neçə il sərf elə 44 yaşımız var, hələ də deyirik ki biz bir şey olmamışıq. Bundan sonra olsaq ne olacaq yəni? Sakit mən belə bir tendensiya var. Biz eşidirik ki, nəsə bu Azərbaycan məhsuludur. Deyim ki, tekstildə olsun, harda olursa olsun, məhsul, qida tərəfində də olsun. Biz deyirik ki, bunu almayaq, bundan bir şey çıxmayacaq. Gedək görək Türkiyəni, nə bilim, ən pis halda Çininkini gedib alırıq. Nə vaxt bizim özümüzə etibarımız olacaq? Valla bu ən yaxşı suallardan biridir məncə. Mən bunu 2018-ci ildə bir yerdə dedim. Koreya 1965-də sıfırlanmış ölkədir. Və onlar qoruma iqtisadiyyatı gətirirlər. Qoruma iqtisadiyyatında qərar verirlər ki, bizim bütün ticarət öz istehsalatlarımızdan olacaq. Amma öz istehsalatımız olmayan yerləri kənardan alacaq. Firma sahiblərinə sadəcə keyfiyyət olaraq inkişaf edin və qlobala da söz sahibi olun və çıxın. Hal-hazırda Koreyanın ixracatı 500 milyard dollar səviyyəsindədir. 500 milyard dollar səviyyəsindədir. 1965-də sıfır olan ölkədən bəhs edirəm. Bunun başqa know-how falan filan var. O tarixdə də 2 milyard dollar Marshall kredisi alıblar. Eyni tarixlərdə yanlış xatırlamırsam biraz daha 80'lerde de ola bilər. Türkiyədə 2 milyard dollar Marshall kredisi alıb Amerikadan. Türkiyənin ixracatı 270 milyard dollardır. 100 illik ölkədir. Bizim öz sənayimizə, öz məhsulumuza güvənimiz və alışımız olmadığı müddətcə bizim sənayimizin inkişaf eləmək, iqtisadımızın inkişaf eləmək ehtimalı yoxdur. Devlet indi tenderlarda mənşəyi özümüzdə olan məhsulları %20 daha bahalı almağa qərar veriblər. Bu tətbiq edilməlidir və artırılmalıdır. Mənim fikrimcə böyük marketlər, onlar da Azərbaycan məhsullarını yaxşı qiymətə təmin edib bazara yerləşdirməli, adət halına gətirməlidirlər. İdxalı bu qədər şişirtməməlidirlər. Onun satışına önəm verməlidirlər. Limonatda, suda, simçikada və s. və ilə axır. Biz sənayini yaşatmadığımız müddətcə ticarətlə məşğul olacaq və bizim hər zaman idxalımız çox ayrı olacaq. Mənim az əvvəl dediyim kimi bizdə bəzən qohum qohumu sevmir. Qohum qohumu qısqanır. Hətta çoxu zaman. Biz birbirimizi sevməyi öyrənməliyik. Bir-birimizi dəstəkləməyi öyrənməliyik.
xaricdə Azərbaycanla görüşmür. Yəni uzaq qaçırlar. mənim varlığımı bilər, mənim burada gördüyüm işləri bilər falan. Amma mən bu mövzuda Yahudi cəmiyyətini çox ciddi dəstəkləyirəm yəni. Çox. Yəni adamlar bir-birini dəstəkləmək, ticarətdə böyütmək, bərabər inkişaf etdirmək, potansiyeli olan adama yatırım eləmək ki, inkişaf elə, amma inkişaf eləyəndən sonra öz millətinə bu qədər katkı ver və s. və ilə axır. Ona görə də bizim uğurlu olmalıyıq. Mən Azərbaycan məhsulları geyinirəm. Bu Azərbaycan istehsalatıdır. Şalvar Azərbaycan istehsalatıdır. Sarışqa Azərbaycan istehsalatıdır. Bir çoxu da. O yüzden Azərbaycanlığa indi bu dəqiqə yəni bilmirəm ad çəkmək olar yoxsa olmaz yəni tekstildə. Maria Russo hal-hazırda Özbəkistanda ofis açdı. Sizin Özbəkistanda ofisiniz var. Bəli, bəli. Yəni Bakı Tekstil açdı, davam edirlər inkişaf etdirməyə. Bizim özümüz varıq. Yəni biz Azərbaycan brendinin yanında olmalıyıq, dəstəkləməliyik. Hə, mənim keyfiyyətsizdir. Gedib deməliyik ki, biraz keyfiyyətli elə. Bax bu bundan yaxşıdır. Amma o sahibkar səmimidirsə keyfiyyətli eləyəcək. Bax biz bugün bir limonat istehsalat yerindən gedirik. Qızılquyu. Elman müəllimgil, Ayan əmimci. Keyfiyyətə inana bilmərsiniz. Su qusardan gəlir. Yəni dad möhtəşəm. Gətirsəydim sizə ikram edərdim. Yaddan çıxdı amma sözümüz olsun. Demək istəyirəm ki, biz öz sahibkarlarımızı dəstəkləməliyik. Öz sahibkarlarımızın yanında olmalıyıq. Sevməliyik də. Mən xaricdə təhsil olanda doktorantur oxuyuram. Gəlmişəm, mənim dayım oğlu başqa yerdə oxuyur. Mənə sual soruşur. Dayımın yanında məni biabır eləməyə çalışır. İqtisad nədir? Ulan mən aliməm. Mən doktorantur oxuyuram. Bu sualdır mı ya? Bəllidir niyə soruşdu o? O yüzden bu kıskançlık duygusunu ve öz sahiplerinin inkişafı elətdirmə arzusunu kıskançlık öldürməliyik, onu artırmalıyıq. Bu problem təəssüf ki var. Güvənmirik bir-birimizə. Güvənməliyik. Sakit mən deyirsiniz, bu sahibkar yəni eləməlidir, yaxşı təqdim eləməlidir, biz çıxmalıyıq, ancaq satışla məşğul olmamalıyıq da, yəni həm də istehsal eləməliyik. Adi satışla məşğul olanda belə vergi sağ olsun, yəni sənin heç nəzərində tutmadıqları belə hamısını çıxardır ortaya. Vergilər həddindən artıq çox insanı mən düşünürəm ki, sıxırtırırlar. Sahibkarların ən yaralı yeridir. Bu nə bilim sərəncamlardır, bloklardır. Yəni bu qaçınılmazdır axı. Axı sahibkar zaten öz beynində konfliktədir. Zaten bu tendensiyalarla, o yaralarla sağalmaq istəyir. Bir vəhdətə girmək istəyir ki, işi artırmaq istəyir ki, düşünürəm ki, burada vergi gəlir, girir dövrəyə ki, bir dəqiqə mən də buradayam, gəlin belə bir şey də var. Yəni dövrəyə girməsində problem yoxdur, amma sahibkara məncə baxış açısı yəni oğruyur baxış açısı olmamalıdır. Sahibkara möhlət və imkan verilməlidir. Mən Özbəkistanda vergi işçilərinin sahibkarla diyaloğuna şahid oldum. Yəni ödəməniz bu qədərdir. Sahibkar deyir ki, mən bir ay sonra bu ödəməni tamamlayacağım. İndi mənə zaman lazımdır. Problem deyil. Orada sahibkarın, orada vergi işçilərin KPI ona bağlı olan sahibkarın uzun ömürlüyüdür. Az sərəncam vurulmasıdır. Ona dəstək göstərilməsidir. Ondan verginin uzun ömürlü alınmasını dəstəkləməkdir. Oradakı verginin hədəfi, KPI-yi. Bizim burada indi şəffaflaşma dönəmi gedir. Şəffaflaşma dönəmində problemlər aşkardır, bəllidir, daha standart oturmuyub, amma bu sərəncam mövzusu, DSMV-dən qaynaqlı, vergidən qaynaqlı, elə zənn eləyə bilərlər ki, küçük orada biznes harı vurdu, harmanı vurdu, pulu götürdü falan filan, amma o da deyil. O da deyil yani. Kağıt üzərində görünən rəqəm, satış rəqəm deyil, bu pulun yığımı var, yığım o deyil. O yüzden biraz daha sahibkarlıq içərisində bulunan adamların vergi ilə çox açıq müzakirələrin olmasında fayda var. Çox ağır prosesdəyik bu dəqiqə. Amma məncə maliyyələşmə, pul yığımı, şəffaflığın standarda oturması dəyişikliyi həyata keçirəndə daha da rahat olacaq. Sakit mən təəssüf edirəm, amma vaxtımız artıq sona doğru çatır. Yox, 2 ildən sonra gəldik. Təəssüf eləmək ehtiyac yoxdur. Bundan sonra daha sıx gələrik. Mütləq biz gözləyirik həmişə. Sakit mən sonda sahibkarlara, mənim ürəyim ağrıyır əslində sahibkarlara nə demək istəyirsiniz? Neynəsinlər? Bax 2025 ili ilə ilgili deyim də. Müştəri portföylərini analiz eləsinlər. Günü bugün, günü sabah. Potansiyel müştəri çıxartsınlar. Mövcud işlərdə müştərilər çıxarsınlar. Yeni müştəriyi analiz eləsinlər, necə çıxmaq olar. Bir də ki, itirilmiş müştərilərini ziyarət eləsinlər. Bu birinci
tövsiyem. İkinci tövsiyem, satmaq için mal satmasınlar. Pul kazanacaklarsa satsınlar. Üçüncü tövsiyem, satıp alabilmeyecekleri malı satmasınlar. Onu doğru analiz etsinler. Dördü, madem satıblarsa pul yığma sistemini tətbiq edesinler. Çünkü nəqd pul yığımı bu da en önemli meselelerden biridir. Ne olursa olsun sahipkara tövsiyem, mevcut işteki potansiyelini analiz edesinler. Ne çok yorulsunlar, ne de peşman olsunlar. Hansı düzeyde böyüdebileceklerine emin olsunlar. Bunu bacarırlarsa sahipkarların hiçbir problemi olmayacak. Çox sağ olun Sakit müəllim, çox təşəkkür edirəm Ben size sizə. teşekkür ederim. Çok sağ olun davetiniz için. Sizi de izləyirəm, uğurlarınızı alkışlayıram. Sağlam hayat arzulayıram. Sağlam huzur arzulayıram. Hər şeydə biznesçilərdə dinlemelerini, izlemelerini tövsiye ederim. Çox sağ olun. Təşəkkür Belə bir edirəm. hərəkət var da deyəsən. Var belə var. Bir belədir, bir belədir, bir də onu bilmirəm. O getdi. Bunu hamısını izləyicilərə göndərin. Çox sağ olun Sizə Sakit sağ müəllim. olun. Təşəkkür edirəm. Sağ ol.